Salam əziz 9-cu sinif şagirdləri, 18 yanvar 2026-cı il Güvən nəşrlərinin növbəti buraxılış imtahanı və mən Tehran Səfər Əliyev Azərbaycan dili testlərinin izahını verməyə çalışacağım. Hansı cümlədə feilin zamanı digərlərindən fərqlidir? Cəmaatı rahat dolanmağa qoymursunuz, qoyursunuz. Bax, indiki zamandadır, inkardadır. Bax, burada indiki zamandadır. Dünən qılınc yaraladığı yerdən hələ də qan axır idi. Dili bilməsə də, bax, bilsə bilməsə şərt şəklindədir. Deməli, feilin zamanı danışdıqlarını qismən anlayır idi. Burada indiki zamandadır. Tüfəngini götürüb çalın çarpaz çiyninə keçirdi. Bax, keçirdi. Keçirdi yox. Məsələn, o körpüdən keçirdi olsaydı indiki zamanda olardı. Bax, burada geçmiş zamandadır. Əvvəlcə alınacaq şeylərin siyahısını yazdırır idi. Deməli, fərqli zaman D variantındadır. Cümlələrdən birində quruluşuna görə düzəltmə söz işlənməyibdir. Məsələn, məftunluqla baxırdı var. Bəziləri bu kənddə ona yol göstərir, hər şeyə nişan verirdi. Burada yoxdur. Axşam düşən kimi arabalar talvarın altında yan-yana düzülürdü. Düzmək, düzülmək var. Görkəm sözü var. Bu uşaqları hazırlayıb burada da var. Deməli, B variantında düzəltmə sözü yoxdur. Əvəzlik işlənməyən cümlələri seçmək lazımdır. Türbədən gələn qonağı elə gecə ikən, burada ədatdır, bir dəstə atlı ilə yola saldılar. Rəngi kağız kimi ağardı, barmaqları titrəməyə başladı, burada qoşma. Sirrini heç kimə, burada var. Keçən ildən bəri işlərim düz gətirmir, nə edəcəyimi bilmirəm, burada nə sual əvəzliyi var. Deməli, 3 ilə 4 də var, 1 və 2-də əvəzlik işlənməyib, A variantı. Hansı cümlələrdə məna tayları eyni nitq səsinə aid olan amonim sözü işlənibdir? Səs güya itlərin, deməli, ürməyindən, burada müxtəlif nitq səsidir, əmin olmaq istəyib həyətə getdi. İri qovaq ağacının, qovaq burada ağac növü kimidir, bir də saçımıza düşən qovaq isimdir, burada eyni nitq səsi. Döngüdən geri qayıtmaq istəyərkən bir neçə qızla qarşılaşdı, burada qız və qızmaq feili müxtəlif nitq səsi. Bayaqki üzgünlüyü yox oldu, sanki belinin əyrisi də düzəldi, burada bel kürək, bir də lapatka mənasında eyni nitq səsi. Cavabımız 2-4 C variantıdır. Verilmiş cümlədəki sözlərin morfoloji xüsusiyyətlərlə bağlı yanlış, diqqətli oluruq. Morfologiya, nitq səsi baxımından. Gözünü kürün aşağısına, göydəki qara buludların qurtarıb havanın işıqlandığı səmtə, meşə ilə maviyə çalan ağımsov səmanın birləşdiyi yerə zilləndi. İsmin xüsusiyyətini daşıyan sifət varmı? Birinci sifətlər hansılardır? Göydəki, qara, sonra işıqlanan səmtə, meşə ilə maviyə çalan ağımsov, bir də bu. Deməli, ismin xüsusiyyətini daşıyan sifət işlənməyib. Yönlü çalda işlənmiş 2 dənə isim varmı? Gözünü kürün aşağısına, bu zərfdir. İşıqlandığı səmtə, meşə ilə maviyə çalan mavi sifətdir burada. Səmanın birləşdiyi yerə, bir də yer. Bəli, səmt və yer. Yönlü çalda işlənmiş 2 isim var. Feillərin hamısı məlum növdədir. Deməli, feillərə baxaq. Burada təsriflənən, təsriflənməyən fərqi yoxdur. Deməli, qurtarıb sözü, qurtarmaq bu məlum növdədir. Qurtarmaq məlum növdədir. Havanın işıqlandığı məlum növdədir. Çalan, deməli, məlum növdədir. Zilləndi, məlum növdədir. Düzdür. Sifətlər adi və azaltma dərəcəsindədir. Bəli, göydəki və qara adi dərəcədədir. Ağımsov isə azaltma dərəcəsindədir. Mənsubiyyət şəkilçili 2 dənə isim işlənibdir. Məsələn, gözünü, öz gözünü, kürün aşağısı, ya isim deyir, aşağıya baxmıram. Göydəki qara buludların qurtarıb havanın işıqlandığı, buludların deməli qurtarıb havanın işıqlandığı səmtə, meşə ilə maviyə çalan ağımsov səmanın birləşdiyi yerə, deməli gözünü kürün aşağısına, göydəki qara buludların qurtarıb havanın işıqlandığı səmtə, meşə ilə maviyə çalan ağımsov səmanın birləşdiyi yerə, deməli zillədi. Görək, mənsubiyyət şəkilçili 2 isim işlənibmi? 2 isim olmadı axı, 1 isimdir. Burada ismin xüsusiyyətini daşıyan sifət işlənib də, burada maviyə. Ona görə A da doğrudur. Bizim səhv variantımız Y olmuş oldu. Yet, cinnik, yet, onun tələffüzünü buradan qeyd edeyim. Deməli, yet, cinni şəklində tələffüz. Hərf və səslərin sayı eynidir. Bu düz.
Yazılışı və tələffüzü 3 məqamda fərqlənir. Ç, l-nı, ç xışdırıq. Düz. Qarşılığı olmayan 2 fərqli samit işlənibdir. 2 fərqli yox, 2 eyni samit işlənibdir. Kar samitlərin sayı cingiltili samitlərdən azdır. T və x iştirik, kardır. Y, c, n. Bəli, kar 2 dənə, cingiltili 4 dənə doğrudur. Y samitin həm özü, həm də qarşılığı işlənibdir. Y-ın həm özü, həm də qarşılığı x iştirik işlənib düzdür. C variantı səhvdir. Hansı cümlələrdə çoxaltma dərəcəsində olan sifət yoxdur. Elə vaxtlar idi ki, o özündən çox böyük qızlara qoşulmağa çalışırdı var. Universiteti yenicə bitirdiyi günlərin birində ona gözlənilməz iş təklifi gəldi. Burada yoxdur. Daha yüksək vəzifələrə layiqsən, amma hələ təcrübə toplamalısan. Azca hərəkət etsə, tətiklər çəkiləcək, xəncərlər göydə parıldayacaq, yoxdur. 2 və 4 cavabımız oldu A variantı. Feillərdən birinin qrammatik məna növü digərlərindən fərqlənir. Baxıram. Deməli, yığışdırmaq, quraşdırmaq, qurmaq, yox, quraşdırmaq, qurmaq, quraşmaq, quraşmaq yox, quraşdırmaq, inandırmaq, qoparmaq, süpürtdürmək deyir. Süpürmək, süpürtmək, süpürtmək. Həyəti süpürtdü, süpürtdürdü. Süpürtdürmək. Deməli, hər biri məlum növdədir, amma süpürtdürmək sözü izbar növdədir. Cavabımız Y olmuş olacaq. Hansı cümlədə altına xətt çəkilmiş söz adlı halda işləmiş isimdir? Təklik qorxusu, təkliyin qorxusu bu yiyəlik haldadır. Onun səhv danışa biləcəyinə heç kim inanmırdı. Səhv necə? Bizdən isim soruşur. Əvvəl ocağı qaladım, təsirli haldadır. Onun inşası müsabiqədə birinci yerə layiq görüldü. İnşa onun inşası adlı halda olan isimdir. Deyilənə görə burada əvvəl teatrın binası bu yiyəlik haldadır. Cavabımız D-dir. Hansı cərgədəki sözlər sifət və zərf kimi işlənə bilər? Deməli, məsələn, burada düz olduğu halda ehtiyatla zərf olacaq. Bu getdi. Deməli, məsələn, dərin, kəskin, sürətlə. Aha, diqqətli oluruq. Məsələn, deyə bilərik ki, yumuşaq nə olsun? Məsələn, yumuşaq paltar, məsələn, yumuşaq meyvə, bir də yumuşaq danışmaq, iti bucaq, iti danışmaq, başı açıq oğlan, bir də başı açıq gəlmişdir. B variantı uyğundur. Deməli, mətnimiz qartal mətnidir. Mətnlə tanış olmayanlar mətnlə videonu dayandıraraq tanış ola bilər mətnlə və izahları izləyə bilər. Deməli, 37-ci sualla davam edirik. Mətndə nə təbliğ olunur? Mətndə təbliğ olunur həyatda yaxşı ad qoymaq, bir də şərəfli ömür yaşamaq. 1 və 4 D variantı. Cədvələ əsasən düzgündür. Qartalın fikrini qüvvətləndirə bilər nə? Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən. Göyərçinin fikrini qüvvətləndirə bilər. Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. Ona görə 1 və 3 B variantı. Göyərçinin qartalın xırıltısını eşidərkən hiss etdiyi qarışıq duyğular heyranlıq və həsəddir. Bax, burada məftunluq heyranlıqdır, qibdə isə həsəd deməkdir. Ona görə cavabımız budur. Aşağıdakı cümlələri deməli ardıcıllıqla yerləşdirməliyik. Birinci gələcək 3, daha sonra 4, deməli 3, 4, sonra gələcək 5, sonra 1, sonra 2. Y variantıdır ardıcıllıqla. Baxıb özünüz görə bilərsiniz. Mətnə görə demək olar nəyi? Qartal quşlarının arasında gələndə həmişə göyərçin yox, şahin qarşılayırdı. Qartalın sözlərində həm tövsiyə və həm arzu var. Göy üzü haqqındakı məlumatı quşlar adətən qartaldan alırdılar. Ona görə 2 və 4 C variantı. Mətnə əsasən qartala aid edilə bilər nə? Doğma yurduna bağlı idi, ona baxmaqdan doymur, onunla fəxr edir. Tünd hərflə verilmiş ifadəmiz bizim missiyadır. Missiya vəzifə deməkdir, funksiya deməkdir. 2 və 4 o da D variantı. Mətnə görə qartalın sonuncu uçuşu onu ifadə edir ki, həyatın mənasını anlayaraq sonluqla şuurlu barışmanı, yəni ölümlə barışmanı. Mətnə əsasən deməli qarğanın yaşamı. Bax, burada qarğanın taleyi ilə müqayisə olunur. Qartalın taleyi ziddiyyət təşkil edir. Deməli yazıram burada.
Qarğanın həyatı. Həyatı. Qartalı fərəhləndirən məqamlar nədən ibarətdir? Səhər əsna bir dənəsini yazacağım hələ ki, siz də şərh bölməsinə hansı fikirlər yazmısınızsa deyərsiniz. Məsələn, onu fərəhləndirən məqamlar nədir? Doğma yurdun füsunkarlığı, gözəlliyi. Doğma yurdu gözəlliyi. Doğma yurdunun gözəlliyi. Gözəlliyi. Qartalı kədərləndirən məqam isə deməli əcəl haqqında düşüncələri. Əcəl haqqında, ölüm haqqında, əcəl haqqında, əcəl, ölüm haqqında düşüncələri. Düşüncələri. Belə. Daha sonra növbəti mətnimiz bizim qədim məbəddir. Videonu dayandıraraq mətnlə tanış ola bilərsiniz. 47-ci sualla davam edək. Məbədin divarlarının birinin tağının üstündə Hind dilində olan kitabə quraşdırılmışdır. Bəli, burada qeyd olunur ki, şimal divarındakı tağın üstündə Hind dilində kitabə quraşdırılmışdır. Bir doğrudur. Bu tərəfdə də yanlış da. Deməli, məbəddəki kitabələr 3 müxtəlif dildə yox, 20 belə kitabədən yalnız biri farscadır, Hind və fars dilində, yəni 2 dildə yazılıbdır. Cavabımız olacaq 1 və 4, B variantıdır. Qarşısına ərəb rəqəmi yazılmış hansı cümlədəki hökm özündən sonraki cümlə ilə təsdiq edilir və bu 5 olacaq. Atəşşah bütün dövrlərdə səyyah və yazıçıların, rəssamların, alimlərin diqqətini cəlb edibdir və ona görə də məsələn Alexander Dumas'ın adını çəkir burada, yəni səyyahlardan birinin. Ona görə cavabımız olacaq 5, o da B variantıdır. Mətnə əsasən Atəşşaha aid olmayan fikirlər, ölkə prezidenti məsələsi burada yoxdur. Atəşşahın həm qədim həm müasir dövrdə marağa səbəb olması var. Atəşşahın tikilməsi ilə bağlı fərqli versiyalar var və daha çox hindlilər gəlir məsələsi yoxdur turist kimi. 1 və 4, o da D-dir. 4-cü abzası ilə bağlı düzgün fikri bizdən soruşur. Deməli 1, 2, 3 və 4-cü abzasda nədən danışdı burada? Baxın. Bax, əslində biz bu abzası 2 abzas şəklində bölsək, bu növbəti abzasın başlanğıcı olacaq. Çünki buna qədər burada daşla doldurulan quyulardan danışılır. Ondan sonra o Hind planı əsasında yerli ustaların tikilməsi zənnindən danışılır və daha sonra Atəşşahın səyyah yazıçı rəssamların diqqətini nəzərini cəlb etməsindən danışılır və yeni bir fikir gəlir. Ona görə əslində biz bunu 2 abzas şəklində bölə bilərik və bu zaman 2-ci abzas Atəşşah sözü ilə başlaya bilər. Nöqtələrin yerinə yazıla biləcək. Hardadır nöqtələrin yerinə yazıla biləcək? Aha. Nöqtələrin yerinə yazıla biləcək. Mədəniyyəti barədə güclü təəssürat yaradır. Söhbət təəssürat sözündən gedir. Təəssürat da nədir? İnsan şüurunda buraxdığı izdir. Xarici aləmdəki əşya və hadisələrin. Bu da təəssürat harda var? Bu konsertdən aldığım dərin təəssürat, o da A variantında var. Tünd hərflə verilmiş ifadə hansı cümlədə mətndəki ilə eyni mənada işlənibdir? Burada həkk olunmaq necə həkk olunubdur? Əlifba ilə, deməli Hind əlifbası ilə həkk olunmuş kitabə. Burada həqiqi mənadadır. Bu da olacaq daşa həkk olunmuş naxış. Atəşşahın inşa edilməsi əsas məqsəd dini ibadət və ayin olubdur. Mətndə ehtimal edilə bilən fikir nədir? Hind cəsədlərinin müqəddəs odla yandırılması, quyuların su quyusu olması, bir də yerli ustalar tərəfindən tikilməsi. O da buradadır. Baxın, onu da deyirəm sizə. Müqəddəs odla yandırıldığı güman edilir. Ondan sonra su quyusu olduğunu zənn edirlər, güman edirlər. Bir də nə idi? Bir də hansı fikir idi? Bir də plan əsasında yerli ustalar tərəfindən tikilməsi məsələsi. Deməli, bəzi tarixçilər qənaətinə görə, burada da yenə güman məsələsi var. Ona görə cavabımız olacaq 1, 2, 5, o da D olacaq. 4-cü abzasda bir-birini təkzib edən fikirlər var. Baxasıyam, 4-cü abzasda bir-birini təkzib edən, yəni inkar edən fikirlər var. Deməli, baxıram. Baxın, onlar bu hissədədir. Yəni, bunları mən siləcəm. Deməli, 4-cü abzas dedi bizdən. Bax, burada yazır ki, İslama qədərki şərq memarlığının mövcud elementləri və stilistikası o qədər də uyuşmur. Bu tərəfdən də Alexander Dumas deyir ki, Qafqaz səfəri əsərində deyir ki, od məbədi
deməli, əvvəlki şərq memarlığın ənənələrini daşıyır. Bax, burada deyir ki, Aleksandr Duma deyir ki, Qafqaz Səfəri adlı əsərində deyir ki, bu atəşgahda gördüklərim İslamdan əvvəlki şərq memarlığının ənənələrini daşıyır. Burada isə yazır ki, İslama qədərki, yəni İslamdan əvvəlki şərq memarlığının mövcud elementləri və stilistikası o qədər də uyuşmur. Bax, bir-birinə ziddiyyət təşkil edir bu fikirlər. Birinci bu cümləni yazırsan, ikinci də bu cümləni yazırsan, qurtarıb gedir. Bu belə. Mətnin birinci abzasına Rum rəqəmi yerinə məzmuna uyğun fikirlər yazasıyıq. Hə, lap əvvəldə, burada baxaq. Deyə bilərik ki, məsələn, atəşgah Bakıya gələrək burada məskunlaşan və əslən Şimali Hindistandan olan Sinklər təriqətinə uyğun olaraq Hind icması tərəfindən inşa edilmişdir. Deməli, atəşgah Bakıya gələrək burada məskunlaşıb və əslən Şimali Hindistandan olan Sinklər təriqətinə uyğun olan təriqətinə mənsub olan, daha doğrusu mənsub olan Hind icması tərəfindən inşa edilmişdir. Bu kimi fikirləri yazırsınız və maksimum balınızı alırsınız. Belə. Və əminəm ki, videonu bəyənəcəksiniz və kanalıma abunə olacaqsınız və şərh bölməsində də öz fikirlərinizi yazacaqsınız. Sağ olun.